Tramp administrasiyasının Ukraynadakı müharibəni sona çatdırmaq üçün razılaşma əldə etməyə çalışması fonunda Avropalılar 10 illiklər ərzində ilk dəfə olaraq öz hərbi güclərinə diqqət yetirməyə başlayıblar. CNN telekanalının məlumatına görə Almaniyanın ordusunu gücləndirmək üçün milyardlarla avro pul vəsaiti ayırması məhz bu məqsədə xidmət edər. Bunun da əsas səbəbi kimi Vaşinqtonun Avropaya hərbi yardımı dayandıracağı ilə bağlı təhdidlərdə. Almaniyaya gəldikdə bu ölkənin real müharibə təhlükəsi zamanı özünü müdafiə etməsi çox da mümkün görünmür. Hətta bu mövzuda Berlinin böhran vəziyyətində olduğunu deyə bilərik. Almaniya parlamentinin silahlı qüvvələr üzrə müvəkkili Eva Högl ordunu təsvir edərkən onu kiflənmiş, dağılmış sığınacaq yerlərinə bənzədi. Höglün açıqladığı son illik hesabata görə Alman ordusu çətin vəziyyətdədir. O 2019-cu ildə orduda ortalama yaşın 32 olduğu halda 2024-cü ildə 34-ə yüksəldiyini vurğulayıb. Kadr çatışmazlığı məsələsindən başlayacağam. Çünki tam fəaliyyət göstərən kadrlar Alman ordusunun müdafiə qabiliyyətinin açarıdır. Təəssüf ki, 2024-cü ildə Alman ordusu 2031-ci il üçün prioritet qoyduğu 203 min kişi və qadın əskər hədəfinə yaxınlaşa bilməyib. Cari ilin sonuna qədər orduda 181.174 kişi və qadın əskər olub. Əslində, Alman ordusundakı problemlər yeni deyil. Orduda kadrla yanaşı vacib təchizat və silahların da çatışmazlığı illərdir bilinən problemdir. Lakin Rusiya-Ukrayna müharibəsinin başlanması ilə bir çox Avropa ölkəsi kimi Almaniya da müdafiəsini gücləndirmək üçün təkrar müzakirələrə başlayıb. Son illərdə Ukraynaya göstərilən yardım bu problemi daha da kritik vəziyyətə gətirib. Hətta Almaniya Rusiya-Ukrayna müharibəsindən sonra ordu üçün 100 milyard avroluq fond yaradıb. Lakin Olaf Scholz'un yaratdığı bu fond o qədər də əhəmiyyətli olmayıb. İndi qarşımızda duran müdafiə siyasətində paradigma dəyişikliyidir. Bunu Almaniyanın gələcək kansleri Friedrich Merz deyib. Onun sözlərinə görə orduya ayrılan sərmayəni artırmağın tam vaxtıdır. Almaniyanın Bundeswehr kimi tanınan silahlı qüvvələri illərlə kifayət qədər sərmayə qoyuluşunun qurbanı olub. Lakin bu dəyişəcək. Bunu açıq şəkildə demək istəyirəm. Biz ən azı 10 ildir ki, cəmiyyətimizdə aldadıcı təhlükəsizliyə inanırıq. Azadlığımıza və qitəmizdə sülhə olan təhdidləri nəzərə alsaq, eyni şey indi müdafiəmiz üçün də keçərlidir. Nə lazımdırsa edilməlidir. Qeyd edək ki, soyuq müharibə dövrünün ortalarından bəri Almaniyanın hərbi xərcləri ümumi daxili məhsul ölçüsündə nəzərə çarpacaq dərəcədə azalıb. Belə ki, bu rəqəm 1963-cü ildə 4,9%-ə çatsa da, 2005-ci ildə cəmi 1,1%-lə ən aşağı səviyyəsinə düşüb. Yalnız 2024-cü ildə Almaniya NATO-nun müdafiə xərclərinin 2%-lik həddinə çatıb ki, bu da 30 ildən çox müddətdə ilk dəfə baş verib.